Uçan durnalara şeir yazdılar. Ölən durnaların lələkləri ilə. Bulaşıb dimdiyi nəğmə ilə, qanla. Ayrılır Allahın verdiyi canla. Bir durna oxuyur, nə deyir görən. Gileydən yoğrulub nəğməsi, sözü. Bir durna teli üçün durna öldürən igid Eyvazım da küstürüb bizi. 7000 ox attı, 7000 dəli. Hər oxun ağrısı, əzabı qaldı. O şiş papaqlarda durnanın teli, şişlərdə durnanın kababı qaldı. Bu dərdə söz qoşdu əlsazlılar, silib gözlərini biləkləri ilə. Uçan durnalara şeir yazdılar, ölən durnaların lələkləri ilə. Titriyir bu sazın qırılan simi, bir durna oxuyur, can verir, nədir? Hecası pozulan misralar kimi durna qatarları uzanıb gedir. Gedir, arxasınca yerə qar düşür. Düşür, dünyamıza soyuqlar düşür. Düşür şeirimə də bu qışın qarı. Misralar sığınır biri-birinə. Köçür şeirimizin durna qatarı. Vidadi şeirinə, Vaqif şeirinə. Köçür, arxasınca yerə qar düşür. Düşür, şeirimizə soyuqlar düşür. Uçan durnalara şeir yazdılar. Ölən durnaların lələkləri ilə. Səni xatırlamaq, ölmək. Bir gülün açmadan solmağı demək. Səni xatırlamaq, yetim uşaqlar kimi ümid dolu gözləri heç bir zaman açılmayan bir qapıya zilləmək, elə-belə gözləmək. Sadəcə nəfəs almaq, yaşamamaq. Səni xatırlamaq, yuxuda səni görmək, tər içində oyanmaq, dost tanış arasında, hay-harayın içində, səssiz, sakit dayanmaq. Səni xatırlamaq, unutmaq, məni, mənə bağlı hər şeyi, zamanı, zamana bağlı hər şey. Səni xatırlamaq, yox olmaq, yoxluğunda doğulmaq, sonsuz yaşamaq demək, əbədi qalmaq demək. Hər səni xatırlamaq, sən olmayan məkanda səninlə olmaq demək. Səni xatırlamaq, səni xatırlamaq. Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm. Taxtı tacı, mülkü malı, xanimanı neylərəm.
İstərəm vəsli camalın, ta qılam dərdə dəva. Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan. Mən ki yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən Xaliqin dərgahına. Çün muradım hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır ey nəsimi, sabir ol, qılma fəğan. Mən bugün səbr eyləsəm, danla fəğanı neylərəm? Dilbəra mən səndən ayrı, ömrü canı neylərəm? Təxti tacı, mülkü malı, xanimanı neylərəm?